Gəraylı janrına aid bir nümunəyə baxırıq. Aşıq Ələsgərin yaylaq rədifli gəraylısı. Dedik ki, gəraylının bütün xüsusiyyətləri qoşma ilə eynidir. Fərq yalnız ölçüdədir. Ona görə ölçünü tapırıq. Birinci misrada gözəllər seyrəngahısan, gözəllər 3, seyrəngahısan 5 deməli. Birinci misrada 8 heca var. Bu deməkdir ki, şeirin ölçüsü 8-likdir və sona qədər bütün misralarda 8 heca var. Bölgünü müəyyənləşdiririk. Fasilə gözəllər sözündə verilir. Gözəllər seyrəngahısan. Gözəllər sayrıq hecanı 3-dür. Deməli 8-in 3-ü birinci bölümdə, 5-i isə ikinci bölümdə qalacaq. Və birinci misranın bölgüsü 3-5-dir. Gəraylı adətən 4-4 bölünür, ancaq bəzən əgər söz parçalanırsa, bölgü 4-4 yox, 3-5 və yaxud 5-3 ola bilər. İkinci misraya baxaq. Görüm səni, var ol yaylaq, görüm səni, burada dayandıq. Görüm səni, bu oldu 4 və 4 də qaldı burada. Deməli, birinci misra 3-5, ikinci misra 4-4 bölgüsündədir. Bu deməkdir ki, bölgü sabit deyil. Keçirik qafiyə quruluşuna. Qafiyə birinci bənd yenə qoşmada olduğu kimidir. Birinci misra A, ikinci misra uyğunlaşmır yaylaq seyrəngah sözü ilə B, üçüncü misra yenə uyğunlaşmır C, dördüncü misra deməli ikinci misraya uyğundur B. Deməli 2-4 qafiyələndi. Son sözə baxırıq. Yaylaq, yaylaq eyni sözdür deyə. Bunlar rədifdir. Onda qafiyə ondan əvvəlki söz olacaq. Var ol, mürgüzar ol. Birinci bəndin əsas qafiyələridir. Digər bəndlərdə bu qafiyə ancaq 4-cü misrada olacaq. Qəmxar ol, günahkar ol. B və hər ikisi qafiyələnəcək birinci bəndinə. Onlardan sonra işlənən yaylaq sözü isə olacaq yenə rədif. Sonuncu bənddə Aşıq Ələsgərin adı çəkiləcək, olacaq. Deməli, möhür bənd. Gördüyümüz kimi, qoşma ilə bütün xüsusiyyətlər eynidir. Fərq ancaq 8 heca olmasındadır. Ona görə, əgər bu quruluşda, bu qafiyə quruluşunda, formada verilən şeirdə ölçü 8-dirsə gəraylıdır, 11-dirsə qoşma.